Hər şey Allah Subhanahu öyrədirdi ona. Ta ki Həcc, Arafa gəldi. Arafa gəldi, Arafa günü oldu. Elə demə 9-cu günü, Zilhiccənin. Oruç tutduq həmin günü. Bax, həmin günü Allah Subhanahu taala "Əl-yevmə əkməltu lekum dinakum" ayəsi indirdi. Bu gün sizə dininizi tamamladım. Nemətlərimi sizə tamamladım. Din olaraq razı qalıb seçdiyim İslamı verdim sizə deyir. Allah dinin tamamladı qardaş. Qalmadı heç nə. Heç nə qalmadı. Ondan sonra ya Rəsul nə etdi Muhammed sallallahu əleyhi və səlləm? Dedi ki, mən sizə bəlliq elədim, çatdırdım, sahabələrə dedi. 3 dəfə təkrar edir Allah Rəsulu. Sahabələr hamı deyir ki, çatdırdın ey Allahın Rəsulu. Mən sizə çatdırdım Allahın dinini. Dedi, çatdırdım. Mən sizə çatdırdım, dedi, çatdırdım. Heç nə qalmadı qardaş. Ehtiyac yoxdur əlavə nəsə edəyəsən. Nə ki yaxşı idi, savabı idi, onu Allah Rəsulu elədi. Sahabələr də elədilər. Nəsə qalmadı ki, sən özündən artırasan ki, bu da yaxşı əməldir də, əxi. Deyirsən ki, qardaş, bu bidətdir. Quraq bidətdir də, eləmə bu xoru. Quraq bidətdir də. Başa salsan ki, eləmə də bu ad günü. Başa salırsan. O yenə deyir ki, qardaş, gözəl əməldir də, deyir əxican. Qardaş, deyir, yığışmışıq bir yerə, görsən nə gözəl. Quraq kimsə deyir ki, yəni, əməlin özü problemlidir. Əməlin özü bidətdir. Gözəl olsaydı Allah Rəsulü deyərdi. Lakin Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, bütün yeniliklər bidətdir. Bütün bidətlər də zəlalətdir, yəni cəhənnəmin odundadır. Bütün zəlalətlər. Ehtiyac yoxdur yəni artırmağa.